Salam müəllim, necəsiz? Salam ay oğul. Şükür Allaha yaxşıyam. Bəs sən necəsən? Açığı müəllim, heç yaxşı deyiləm. Həyat çox çətindir. Kasıblıq adamı əzir. Baxıram yoldaşlarıma, hamısı firavan, rahat yaşayır. Mən isə bir yandan dərs, bir yandan maddi sıxıntılar. Elə bil xoşbəxtlik mənlik deyil. Ay bala, belə danışmaqda haqlı deyilsən. Sən böyük bir dövlət sahibisən. Necə yəni? Mən dövlətliyəm. Axı cibimdə 1 manat da olsun pulum yoxdur. De görüm, gözlərini satarsan, bir gözünün əvəzinə sənə böyük bir xəzinə verilsə, qəbul edərsən? Yox müəllim, gözümü heç nəyə dəyişmərəm. Bəs əllərin? Sənə 2 kisə qızıl versəm, əllərindən keçərsən? Əsla əllərim olmasa mən necə yaşayaram? Bax görürsən, sən artıq varlısan. Allah sənə sağlamlıq verib. Gözlərin, əllərin, ayaqların, ağlın, gəncliyin. Sənin şikayət eləməyə yox, şükür eləməyə borcun var. Siz haqlısınız müəllim. Mən yalnız olmayanlara baxıb nankorluq etmişəm. Allah verdiklərini dəyərləndirməmişəm. Xoşbəxtlik pulla yox, şükürlə başlayır oğlum. Sağlamsan, deməli bacarırsan. Bacarırsan, deməli arzularına çata bilərsən. Sadəcə şikayət yerinə çalış və hər gün Allaha bir şükür deməyi unutma.